Rusiyanın ucuz Gerberə dronları bir qədər bahalaşıb, lakin eyni zamanda xeyli daha güclü imkanlar qazanıb. Bu isə Rusiya ilə Ukrayna arasında artıq 53 aydır davam edən geniş miqyaslı müharibədə hər iki tərəfin qarşı tərəfin logistikasını hücumlarını artırdığı bir vaxtda Ukrayna qüvvələri üçün pis xəbər hesab olunur. Yeniliyin əsasını süni intellekt dəstəyi ilə hədəfləmə sistemi təşkil edir. Bu sistem təxminən $10.000 dəyərində olan Gerberə dronuna Rusiyanın daha bahalı Geran zərbə dronlarında istifadə etdiyi eyni kompüter görmə texnologiyasını qazandırır. Eyni üsuldan Ukraynanın dron bölmələri də istifadə edir və onlar süni intellektlə təchiz olunmuş orta mənzilli zərbə dronları ilə Rusiya təchizat xətlərini davamlı şəkildə vururlar. Bu zaman Rusiya hərbçilərinin itkiləri əsasən yollar üzərində qeydə alınır. İndi isə Rusiya dron bölmələri də Ukraynanın təchizat marşrutlarını vurmaq imkanına malikdir ki, bu da Rusiya qoşunları təmas xəttinə çatmamışdan əvvəl Ukrayna bölmələrini zəiflədə bilər. Son günlər süni intellektlə hədəfləmə sistemi ilə təchiz edilmiş ilk Gerberə dronları müşahidə olunub. Bu, Rusiyanın yaxın vaxtlarda uzaq mənzilli Geran hücum dronlarına əlavə etdiyi Seker modifikasiyasıdır. Geran isə İran istehsalı olan Shahed 136 dronunun Rusiyada lisenziya əsasında istehsal edilən versiyasıdır. Sistem ön kameralar, kompüter görmə proqramını işlədən Raspberry Pi mikrokompüteri və xüsusi proqram təminatından ibarətdir. Geran dronlarında operator təxminən 1 kilometr məsafədən yük maşını və ya lokomotiv kimi hədəfi seçərək onu kilidləyir. Bundan sonra kompüter görmə sistemi dronu hədəfə qədər özü idarə edir və Ukraynanın radioelektron mübarizə vasitələri operatorla əlaqəni kəssə belə hədəfi izləməyə davam edir. Hudson İnstitutu 29 iyulda bildirmişdi ki, Rusiya Gerberə Seker və Geran Seker modellərində idarə etmə, rabitə və naviqasiya komponentlərini standartlaşdırıb. Buna görə də 18 kiloqramlıq Gerberə dronunun da hücumu eyni prinsip üzrə başa çatdıracağı gözlənilir. Gerberə Seker həmçinin Geran 2 modelindən götürülmüş inertial naviqasiya sistemi və radio maniyələrinə davamlı Kometa MPEG antenası ilə təchiz olunub. Seker modifikasiyası vintlə işləyən, faner və köpük materialından hazırlanmış Gerberə dronlarına daha yüksək müstəqillik qazandırır və onların döyüş başlığı daşımadıkları halda 600 kilometrdək məsafədə daha geniş ərazidə zərbələr endirməsinə imkan verir. Məhz bu 600 kilometrlik uçuş məsafəsi Ukraynanın cəbhədəki briqada və alaylarının əsas təchizat marşrutlarının hamısını risk altına salmağa kifayət edir. Rusiya bölmələri artıq daha sadə texnologiyalı dronlarla Ukrayna qatarlarını da hədəfə almağa çalışıblar. Ukrayna Müdafiə Kəşfiyyatının məlumatına görə, Rusiyanın robotlaşdırılmış döyüş bölmələrinə cəbhə və sərhəd bölgələrində yanacaq doldurma məntəqələrinə, həmçinin yük maşınları, avtobuslar və minik avtomobilləri kimi mülki nəqliyyat vasitələrinə zərbələr endirmək tapşırılıb. Hudson İnstitutu hesab edir ki, bu məqsədlə istifadə olunacaq sistemlər arasında Gerberə Seker də yer alır. Gerberə əvvəllər süni intellektlə işləyən hücum dronu deyildi. Çin layihəsi əsasında hazırlanmış və Rusiyada istehsal edilən bu aparat əvvəlcə daha bahalı dronlar üçün saxta hədəf rolunu oynayırdı. Bildirilir ki, şirkət komplektləri və Çin istehsalı olan hissələri Rusiyanın Alabuqa zavoduna göndərir və orada yekun yığım həyata keçirilir. Bir Geran dronunun qiyməti modelindən və avadanlığından asılı olaraq $50-100.000 arasında dəyişdiyi halda Gerberə təxminən $10.000 başa gəlir. Əvvəllər Rusiya Geran dronlarını buraxmazdan əvvəl Ukraynanın hava hücumundan müdafiə sistemlərini çaşdırmaq və onların məhdud sursat ehtiyatını tükəndirmək üçün öncə Gerberə dronlarını havaya qaldırırdı. Gerberə həm də sadə kəşfiyyat dronu kimi fəaliyyət göstərərək operatora canlı görüntü ötürə bilir. Ehtimal olunur ki, bu dronlar eyni zamanda şəbəkə tipli radio rabitə sistemində retranslyator kimi də işləyərək digər dronlar arasında siqnalların ötürülməsini təmin edir. Adi Gerberə dronunun Seker versiyasına çevrilməsi onun qiymətini və çəkisini artırır. Raspberry Pi mikrokompüterinin qiyməti cəmi bir neçə $10 olsa da, döyüş başlığının və proqram təminatının nə qədər başa gəldiyi məlum deyil. Bununla belə, Seker Gerberə yenə də Seker Geran modelindən xeyli ucuz hesab olunur. Rusiyanın Seker Gerberə dronlarının sayını artırması daha bahalı Seker Geran dronlarını gəmilər, liman infrastrukturu və daha uzaq, daha çətin hədəflər üçün saxlamağa imkan verə bilər. Əgər Rusiya Seker Gerberə hücumlarını genişləndirərsə, Ukrayna da bu dronlara qarşı Rusiyanın Ukraynanın orta mənzilli zərbə dronlarına qarşı tətbiq etdiyi üsullardan istifadə etməli ola bilər. Rusiya öz təchizat maşınlarını ikinci dərəcəli yollar üzrə daha geniş yayır və karvanlara əlavə hava hücumundan müdafiə qrupları yerləşdirir. Eyni taktika Seker Gerberə dronlarının hücumlarının təsirini də azalda bilər.